Elm və Təhsil Nazirliyinin müvafiq kollegiya qərarı ilə məktəbə hazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni qaydalar təsdiq edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat yayıb. Bu qərar bilavasitə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı sərəncamının icrasını təmin etmək məqsədi daşıyır, o bildirib. Qeyd olunub ki, yeni qaydaların əsas mahiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərsə yönəltmək və onları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır. Qaydalara görə şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır. Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Mobil və elektron cihazlardan yalnız zəruri hallarda, təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və sair istifadəyə icazə verilir. Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək. Cihazlardan qanunsuz istifadə aşkarlandıqda bir iş günü müddətində valideyn və ya digər qanuni nümayəndə dərhal məlumatlandırılacaq. Şagirdlə fərdi profilaktik söhbət aparılacaq, valideyn məktəbə dəvət olunaraq müəllimlərlə birgə müzakirə təşkil ediləcək və şagird tərbiyəvi tədbirlərə cəlb olunacaq.